Xoş gördük dostlar. Bu videomuzda sizə təkər alarkən əsasən nəyə diqqət etməlisiniz, bu barədə danışacağıq. Deməli, əsasən ölçüyə diqqət eləyin, brendə diqqət eləyin, modelə diqqət eləyin, mövsümə uyğun olmamağına diqqət eləyin. Ən sonunda da təkərin ilinə baxarsınız. Ölçü 225, 45, 18. 225 təkərin enidir, 225 mm. 45 təkərin faizidir. 225-in, yəni 22 santi yarımın faizi. 18 də diskin ölçüsüdür. Buradan bura olan məsafə. Brend və model. Hər bir təkərin brendin adı və onun modeli var. Bunlara da diqqət etmək lazımdır. Təkərin mövsümü. Protektor olaraq yay, həqiqi dövrəsi, qış və M+S. Hər təkərin kənarı hissəsində təkərin istehsal həftəsi və ili bildirilir. Məsələn, burada yazılır 38-ci həftə, 25-ci il. Birinci 2 rəqəm həftədir, ikinci 2 rəqəm isə il. Təkər alan zaman əsasən bu faktorlara diqqət edin. Növbəti videomuzda sizə brendlərin, modellərin, fəsillərin düzgün seçilməsi haqqında məlumat verəcəm.